Növbəti dərin bir mövzu, hətta mövzu silsiləsi selection. Bizim dildə seçim. Biz Photoshopda bəzən bütöv şəklin üzərində hansısa manipulyasiya işləri görürüksə, amma bir çox hallarda, hətta bəlkə əksər hallarda fotonun ya da dizayn materialının bir hissəsinin üzərində ancaq iş görməli oluruq. O zaman həmin hissəni biz bir karantin zonasına almalıyıq, oranı əhatələməliyik ki, görəcəyimiz işlər, manipulyasiyalar ancaq həmin hissəyə aid olsun. Bu nəzəri girişdən sonra gəlin baxaq görək ümumiyyətlə selection nədir, hansı vasitələr, alətlər var əlimizin altında. Hətta baxın, burada bir şey də qeyd edeyim. Photoshopda selection əhəmiyyətini bilmək istəyirsinizsə, baxın, alətlər panelində bizim ən çox istifadə etdiyimiz alət olan Move Tool-un həmən yanında, qonşularında selection-la bağlı alətlər durur. Yəni bu qədər çox istifadə olunacağına işarə edir bu. Ən sadə düzbucaqlı seçim aləti olan Rectangular Marquee Tool-dan istifadə edək. Hotkey-də M hərfi. Tamam, yəni M hərfini bassaz, ta ki V-ni bastım, Move Tool-dayam, M hərfini bastım, Selection Tool aktiv oldu. Tutaq ki, mən bu şəklin ancaq bu mərkəzi hissəsini saxlayıb kənar hissələrini atmaq istəyirəm. Həmin hissəni, lazım olan hissəni götürərək, sadəcə bir düzbucaqlı çəkirmiş kimi bu şəkildə əhatə eləyək. Kənar hissəni ya da həmin bu hissəni birinci atım, sonra kənar hissəni atmağa çalışaram. Bizdə təbii ki, layer kilitli olduğuna görə, blokda olduğuna görə mən bunu delete eləsəm, başqa bir şey alınacaq. Yəni istədiyim silmə, ənənəvi silmə funksiyası burada icra olunmayacaq. Ona görə birinci onu kilitdən çıxartmalıyam. Və indi delete eləsəm, doğrudan da həmin piksel ərazisini silmiş oldum. Geri qaytaraq və əgər mən bu hissəni deyil də kənardakı hissələri delete eləmək istəyirəmsə, o zaman selection-ı çevirməliyəm, selection-ı inverse eləməliyəm. Biz artıq bilirik ki, Adobe bizə, Photoshop istehsalçıları bizə vacib olan funksiyaları əksər hallarda context menyuda, yəni mouse'un sağ düyməsini basarkən açılan bu menyuda göstərir, gizlədir və selection-ı çevirmək üçün bizə lazım olan həmin bu inverse, select inverse funksiyası context menyuda ikinci yerdə gəlir. Təbii ki, birinci yerdə deselect olmalıdır. Onu indi sizə göstərəcəm. Select inverse nə edir? Mənim bu seçilmiş ərazimi deyil də digər hissəni seçir. Yerdə qalan hissəni. Select inverse bu gəzən qarışqalar harda, hansı intervalda görünürsə həmin hissələr artıq seçilibdir və delete bastığım anda şəklin bu hissəsi qalacaq, digər hissə isə gedəcək. Əgər selection-la bağlı işim bitdisə, yəni mən mütləq həmin bu selection-ı oradan yığışdırmalıyam. Çünki hətta Move Tool-a keçsəm belə yenə də o selection, bu gəzən qarışqalar artboardumun, canvasımın üzərində qalacaq. Hələlik gəlin qayıdaq Rectangular Marquee Tool-a. Selection-ı yığışdırmaq üçün sağ düymə, deselect. Təbii ki, bu uzun yoldur. Escape-i basıb çıxıram context menyudan. Klaviaturada deselect'in D-sından yadda saxlaya bilərsiniz. Klaviaturada Ctrl D etsəm, bizim selection-ımız, yəni gəzən qarışqalarımız yox olacaqlar. Gəlin hələlik ki, orijinal fayla geri qayıdaq. Bizim düzbucaqlı şəklində selection alətimizdən başqa onun bir də əməoğlusu var. Elliptical Marquee Tool. Yəni əslində bu həm düzbucaqlı, həm də oval formalı selection biraz da bizim oval və düzbucaqlı çəkən qrafik vektor obyektlərimizə oxşuyur. Yəni məntiq aşağı-yuxarı eynidir. Sadəcə biri selection edir, biri isə forma çəkir. Elliptical Marquee Tool oxşarlığı nədir onu deyim. Yəni əgər biz heç bir şey istifadə etmədən, heç bir hotkey, əlavə hotkey istifadə etmədən çəkiriksə, bu bir ellips, yəni yumurta formasında olacaq. Ctrl Z eləyək. Amma shift-lə bir yerdə çəkdikdə isə görürsüz, ideal dairəvi şəkildə selection eləmək olacaq. Selection edəcək. Burada bir şeydə diqqətinizi çəkdisə, son anda bizim dairəmiz oldu ellips. Niyə? Biz əslində bunu vektor çəkəndə qeyd etmişdik. Mən orada bir xəta elədim. Biz ellipsi çəkməyə çalışaq, başlayaq daha doğrusu. Sonra shift-i basıb saxlayaq. İstədiyimiz görüntü alınandan sonra həm mouse-u, həm də shift-i eyni anda buraxmağa çalışmayaq. Birinci mouse-u, sonra shift-i buraxaq ki, o ideal dairə formatı ellipsə geri dönməsin. Yenə bir selection var, tamam, və biz bu selectionu kəsə də bilərik yenə də. Hətta tutaq ki, gəlin belə eləyək. Biz bu hissəni saxlayaq, mərkəzi hissəni saxlayaq. Digər hissələri isə tutaq ki, qara rəngdən rəngləyək. Yəni ancaq kəsməyə doğramaq üçün deyil selection işi. Bir də bu çəkilmiş selectionu əgər ideal yerində belə deyək ki, çəkməmişiksə, həmin o selectionu biz sürüşdürə bilərik, yerini dəyişə bilərik. Təbii ki, mütləq və mütləq selection alətlərindən biri aktiv olmalıdır. Yəni, mərkəzinə gətirib biz selectionu istədiyimiz mövqeyə çəkə bilərik. Diqqətli olun, Move Tool olmasın. Çünki Move Tool olduğu halda həmin hissəni biz
köçürtmüş olaraq. Ay Allah nə qəşəng iPad yarandı. Ctrl Z eləyək və qayıdaq yenə də selection tool-a. Mən istəyirəm ki, bura qalsın, kənar tərəflər isə rənglənsin. Üzərində sağ düymə, select inverse. Menyunu artıq bildi, yerini gördü, amma select inverse-i də hər dəfə belə, daha doğrusu context menü vasitəsilə eləməyə lazım deyil. Shift Ctrl inverse-in i-si ayından yadda saxlaya bilərik. Shift Ctrl I. Bizim dildə Shift Ctrl I. Görürsünüz, indi qarışqalar kənardadır. Bu deməkdir ki, bu isə seçilibdir. Yəni mən bura müəyyən rəng vermək istəyirəm. Biz əslində fon rəngləmə mövzusundan bilirdik. Yəni istənilən bir fonu ya da layeri ön plandakı rənglə rəngləmək istəyiriksə, Alt Backspace hotkey-indən istifadə edib bunu eləyə bilərik. Alt Backspace avtomatik ön plandakı rənglə mənim backgroundum rəngləndi. Amma əvvəlki dərsdəkindən fərqli olaraq görürsünüz, bütün layer rənglənmədi. Ancaq seçilmiş interval rəngləndi və bu mərkəz hissəni sanki qorumuş oldum. Selection-ın məsləhətin praktikada istifadə yerlərindən biri də bu. Geri qayıdaq. Selection-ın başqa bir variantı single row və single column bu mövzular, yəni üzərindən keçəcəm yeni başlayan üçün çox da praktik əhəmiyyət kəsb eləməyən bir selection növüdür. Biz çalışaq ki, daha çox praktikada aktiv istifadə edəcəyimiz növlərdən, alətlərdən daha doğrusu istifadə edək, yararlanaq. Götürək lasso tool-u. Biz tutaq ki, gəlin yeni fayl yaradaq. Yəni ancaq bu şəklin üzərində işləməyədir. Selection-ın başqa bir faydalı tərəfini görək. Ctrl N, yeni fayl yaradaq. Faylımız olsun, nə olsun? Olsun kvadrat bir layout. 1500-ün 1500-ə yeni bir fayl. Gəldik bura. Məsəl üçün, mən istəyirəm ki, belə təsadüfi şəkildə sadəcə bu orta hissəni, kənarları ideal olmamaq şərti ilə select edeyim və aparım digər kanvasa. Lasso tool sərbəst şəkildə istənilən formada, sanki bir qələmlə, fırça ilə götürüb kanvasın üstündə iş görürsünüz. Bu şəkildə rahatlıqla seçin. Başladığınız nöqtəyə geri qayıtdığınız anda həmin bu selection qapanacaq, bağlanacaq. İndi mən buranın kopyasını çıxarda bilərəm. Ctrl-C, Ctrl-C. Qaydaq Untitled bir adında yeni yaratdığımız fayla və Ctrl-V. Görürsünüz, yəni həmin o selection edilmiş obyekt təsadüfi kənarlarla gəldi bura. Gəlin bunu biraz balacalaşdıraq. Tutaq ki, nə olsun? Tutaq ki, belə klassik kollaj tərzində hansısa bir kompozisiya qururuq. Bu halda bizə bu lasso tool işimizə yaraya bilər, faydalı ola bilər. Biz selection yığışdırmaq üçün nə edirdik? Ctrl-D, selection getdi. Tutaq ki, neyiniyək? Məsələn, bu palmaları götürmək istəyirəm. Tamam, yəqin ki, palmadır. Ctrl-C, gəldi bura. Ctrl-V. Bunu da gətirək kənara, nə bilim, balacalaşdıraq, fırladaq. Bu möhtəşəm ağacı da tutaq ki, dursun burada. Buradan bir də nəyə gətirə bilərik? Gətirə bilərik, tutaq ki, bu qəşəng dekorasiyanı. Götürdük bu hissəni. Ctrl-C, Ctrl-V. Gətirdik bura. Yəni, bu hallarda bir təsadüfi bir kollaj eləyiriksə, ya da hansısa sərhədləri çox da hiss olunmayan bir şəkildirsə, və biz onu istənilən əyri formada select edib, tutaq ki, dizaynımızda istifadə edə biləriksə, o zaman həmin bu lasso tool'dan istifadə edə bilərik, ondan faydalana bilərik. Bir dənə şeyi qeyd edeyim, əvvəlki dərslərdə mənim show transform kontrolu yığışdırmaqla bağlı bir praktik iş prosesini sizə göstərmişdim. Yəni, yeni başlayanların interfeysində, iş prosesində Photoshop avtomatik transform kontrolu hər layerin ətrafında göstərir. Eyni zamanda sizdə auto select də aktiv olacaq. Yəni, bu nə deməkdir? Gəlin bir dənə Ctrl-C eləyək, duplikatını çıxardaq. Auto select hansı layerin üstündə tıklayırsınızsa, avtomatik həmin layeri seçir. Manipulyasiya prosesində bu mənim üçün çətin gələn bir iş metodudur. Çünki bir neçə layerdən ibarət olan mürəkkəb fayl hazırlayanda istəmədiyim obyektləri təsadüfən seçmiş oluram. Ona görə mən öz praktikamda həmişə bu auto select'i daha doğrusu söndürürəm. Yaxşı, hansısa bir layeri seçməyə lazımdırsa, o zaman sadəcə Alt-ı basıb saxlayıb istənilən layerin üzərində mouse'un sağ düyməsini tıklayıram və həmin layer aktiv olur. İndi isə gəlin bundan əvvəlkindən fərqli olaraq sırf bu piramidanın kənarlarına uyğun bir səliqəli, mümkün qədər səliqəli və ideal seçim eləyib, ancaq bu piramidanı götürüb fondan ayıraq. Yaxınlaşdıraq, mümkün qədər yaxınlaşdırıb işləmək lazımdır ki, ideal səliqəli konturlarından seçim eləyə bilim. Çox da yaxınlaşdırmaq da tövsiyə olunmur, çünki şəklimizin qalan hissəsini görməyəcəksiniz. Zoom in, zoom out artıq bilirsiniz ki, bizim ən vacib iş prosesimizdəki alətlərdən biridir. Lasso tool, poligonal lasso tool daha doğrusu. Budur, ikonu bu, yenə də L hərfi iləndir. Təkrarlayaq, əgər məndə sadə lasso tool-dursa, mən
hotkey vasitəsilə poligonal lasso tool'a getmək istəyirəmsə, nə edirdik? Shift L ikinci dəfə basırıq və lasso tool'un xalası oğlu olan poligonal lasso tool'a keçmiş oluram və mümkün qədər səliqəli şəkildə bunun ətrafı ilə gedək. Ümumiyyətlə lasso tool'un, yəni fərqi yoxdur, adi lasso tool, poligonal lasso tool. İş məntiqi budur. Ctrl-minusla biraz uzaqlaşdıraq. Yəni başladığımız nöqtəyə ideal, yəni geri qayıtmaq məcburiyyətində deyilik. Məsələn, bu nöqtə ilə başladığımız nöqtəni bir düz xəttlə birləşdirmək istəyirik. Və buralarda bir yerdə 2 dəfə tıklasaq, Photoshop avtomatik ilk və son nöqtəni özü birləşdirir. Yəni axıra qədər gəlib onu bağlamaq şərt deyil. Tamam, select elədik. Ctrl-C. Gələk faylımıza, Ctrl-V və bizim səliqəli möhtəşəm piramida gəldi dizaynımıza. Rahatlıqla yuxarı hansısa bir yazı yazıb, bunu yəni bir posterdə tutaq ki, istifadə etmək istəyirsiniz. Misillə bağlı bir yazı, bir izah edici mətn, fona hansısa bir rəng verdinizmi olacaq, yəni bir poster. Yəni lasso tool'u praktikada bir dizayner harda istifadə edə bilər? Təxminən onun fərqli variantlarını görmüş oldunuz. Ümumiyyətlə sadə seçimlə bağlı bizim aktiv istifadə etdiyimiz 2 rectangular elliptical marker tool və 2 lasso tool və polygonal lasso tool, yəni toplamda 4 seçim alətini bugün öyrənmiş olduq. Hər hansı bir şəkil götürüb internetdən və ya çəkdiyiniz fotolardan da ola bilər. Onu bu şəkildə select eləməyə çalışın. Select eləyin, deselect eləyin, selection'ı çevirin, invert eləyin. Bu qarışqalarla biraz oturub durun, selection'ın, seçimin mahiyyəti sizə tam aydın olsun. Növbəti dərsdə görüşərik.